Gereksiz yerə pullarınızı çölə atıb bolluca fırça almayın deyə bugün sizə ən qəşəng fırçaları göstərəcəm. Mənim bütün fırçalarım Naşitadır, onu əvvəlcədən deyim. Və indiyə qədər istifadə etdiyim fırçaların içində ən bəyəndiyim fırça markası olduğuna görə digər qalanını hamısını atmışam, sadəcə Naşitanı saxlamışam. Çünki həqiqətən də keyfiyyətinə bələd olduğum məhsuldur. Deməli, məndə 2 dənə ənlik fırçası var, amma sizə bunu məsləhət görərəm. Bunu alsaz, baxın bu tipdə olanı kifayət edir. Çünki üzümüzə bu şəkildə oturur və ənliyi çox gözəl tətbiq eləyir. Hətta bəzən olur ki, mən highlighterda bunu istifadə edirəm. Bu fırçanın nömrəsi Nashita Pro 253. Kontur fırçası olaraq bu fırçanı məsləhət görürəm. Çox gözəldir. Baxın, bu şəkildə konturluyursunuz. Nömrəsi isə Nashita Pro 260. Nashita Pro 317. Baxın, fırçanın başlığı bu şəkildədir. Çox gözəldir, çox keyfiyyətlidir. Həm göz altlarınıza pudra istifadə edə bilərsiniz, həm də mən toz bronzerları bununla çox gözəl və çox rahat istifadə edə bilirəm. Gözlər üçün olan fırçalardan Nashita Pro 261 qarışdırma fırçasıdır. Hansı göz kölgəsini istifadə etmək istəyirsinizsə, məncə ən gözəl məhsul budur. Bunu alırsınız. Bir də liner üçün bunun nömrəsini içədim. Nashita Pro 265. Baxın, başlığı bu şəkildədir. Çox incədir. Tam bu rahatlıqla həm toz lineri, həm də krem linerləri bununla istifadə edə bilərsiniz. Bu 5 fırça sizdə varsa, tamamilə makiyajınızı tamamlaya bilərsiniz. Əlavə fırçalara ehtiyacı yoxdur. Bu arada deməyi unutdum. Tanani BB krem və konsileri sponjla tətbiq edirəm. Sponjdan başqa heç bir şeylə gözəl nəticə ala bilmirəm. O videolar falan paylaşırlar. Tanalı bu fırçanı tətbiq edin, fırça izi qalmır, ay belə olur, elə olur falan filan. Onların hamısı mənə görə boş şeylərdir. Yalnız Muzun bu sponjlarını alırsınız və çox uzun müddətlidir həqiqətən də. Gözəl həm tanalini, həm konsileri üzünüzə tətbiq edə bilərsiniz. Bu arada Nashita markasına həqiqətən güvənirəm. Bəlkə 5 ildən çoxdur ki, artıq istifadə edirəm. Ona görə də sizə də ürək rahatlığı ilə tövsiyə edirəm. Əgər fırça almaq istəyirsinizsə, nəzərinizdə olsun. Hələlik.